Salam, hər birinizi xoş gördük. Bu videoda mən sizə təlim strategiya və texnikalarının sistemləşdirilməsindən və bir də yeni üsulumuz olan SWOT analizindən danışacağam. Qeyd edeyim ki, təlimin strategiya və texnikalarının sadəcə qruplarından danışacağam, çünki yerdə qalan strategiyalarda heç bir dəyişiklik yoxdur və hər biri haqqında əvvəlki videolarımda geniş izahlar vermişəm. İlk başda biz bunu deyək ki, təlimin strategiya və texnikaları müəllimin dərsi planlaşdırılması, təşkil etməsi və şagirdlərin fəal iştirakını təmin etməsi üçün istifadə etdiyi metod və yanaşmalar sistemidir və bu strategiyalar şagirdlərin düşünməsini, əməkdaşlığını, özünü ifadə və refleksiya bacarıqlarını inkişaf etdirməyə yönəlir. Və hal-hazırda təlimin strategiya və texnikaları 3 qrupa bölünür. Analitik strategiyalar, əməkdaşlıq və kommunikasiya strategiyaları və refleksiya strategiyaları. Analitik strategiyalar dedikdə biz şagirdlərin tənqidi və yaradıcı düşünmə bacarığının inkişaf etdiyi üsulları nəzərdə tuturuq. Burada bizim əsas məqsədimiz uşağın analiz etməsi, müqayisə bacarığı, nəticə çıxarma, proqnozlaşdırma və qərar vermə bacarıqlarını formalaşdırmaqdır. Bura daxil olan üsullarımız BIBÖ, klaster, anlayışın çıxarılması, Venn diaqramı, qərarlar ağacı, SWOT analizi və Bloom kubu, eyni zamanda da proqnozlaşdırma üsulunu burada daxil eləyə bilərik. Bunlardan BIBÖ bilirik ki, açılışı bilirəm, istəyirəm, bilim, öyrəndimdir. Mövzuya giriş və nəticə mərhələsində bilikləri sistemləşdirmək məqsədi ilə istifadə olunan bir üsuldur. Köhnə və yeni biliyi bir-biri ilə əlaqələndirməyə kömək eləyir. Klaster mövcud biliklərdən istifadə edilməsinə kömək eləyir və əsas anlayışın ətrafında ideyaları qruplaşdırmağa kömək eləyir. Biz bilirik ki, klaster və anlayışın çıxarılması bir-birinin antonimi olan üsuldur. Anlayışın çıxarılması mətn və ya hadisədən əsas ideyanı tapmağa kömək eləyir. Anlayışın çıxarılması biz demişdik ki, induksiyaya, klaster isə deduksiyaya əsaslanan üsullardır. Venn diaqramı iki və ya daha çox əşya, anlayış arasında oxşar və fərqli cəhətləri müqayisə etməyə kömək eləyirdi. Qərarlar ağacı problemə ən səmərəli həll yolunu tapmağa kömək edir və eyni zamanda qərarlar ağacında demişdik ki, müsbət tərəflər mənfi tərəfdən çox olmalıdır. Qərarlar ağacı özü problem müəyyənləşdirmək, beyin həmləsindən istifadə edərək həmin problemə həll yolları tapmaq, həmin həll yollarının müsbət və mənfi tərəflərini qeyd etmək və onlardan üçünü saxlayıb daha sonra üçündən də birini əsaslandırmağa, seçib əsaslandırmağa kömək eləyən bir üsul idi. SWOT analizi haqqında biz ətraflı danışacağıq. Bloom kubu bilirik ki, idrak taksonomiyasının inkişafına kömək eləyir. Burada idrak taksonomiyasının 6 səviyyəsinin 6-sının da inkişafı özündə əks etdirir. Sualların səviyyələrinə görə xüsusilə tənqidi düşünməni inkişaf elətdirir və mövzuya hərtərəfli baxış atmağa kömək eləyir. Proqnozlaşdırma üsulumuz isə gələcək hadisəni təxmin etməyə kömək eləyir. Məsələn, deyirdik ki, əsərin müəllim yarısını oxuyur, yarıda saxlayır və digər hissəsini şagirdlərdən təxmin etməsini istəyirsə, bu proqnozlaşdırma üsuludur. Növbəti bizim strategiyalarımız əməkdaşlıq və kommunikasiya strategiyalarıdır ki, adından da göründüyü kimi üzr istəyirəm, şagirdlər bu strategiyalarla qarşılıqlı əlaqə, komanda işi və fikir mübadiləsini inkişaf elətdirirlər. Məqsəd burada birlikdə öyrənərək ünsiyyət bacarığı və qarşılıqlı hörməti formalaşdırmaqdır. Bura daxil olan üsullarımız beyin həmləsi, ziqzaq, karusel, debat, müzakirə üsulları, düşün, cütləş, bölüş, sinif küncləri, aksiyon, eyni zamanda simulyasiya rollu oyunlar və 4N1 KH üsulu bura daxildir. Beyin həmləsi bilirik ki, başqa adla buna biz brainstorming də deyirik və mahiyyəti yeni ideyalar yaratmaqdır. Şagirdlər doğru-yanlış fərq etmədən problemlə bağlı öz ideyalarını irəli sürürlər. Ziqzaq üsulumuz qısa vaxt ərzində iri həcmli mətni öyrənməyə imkan verirdi. Və bu da təbii ki, əsas qrup, ekspert qrup olmaqla 2 qrupumuz var idi. Əvvəlki video izahlarımızda yadımızdadır. Karusel dairəvi şəkildə qrup müzakirəsi aparmağa kömək eləyirdi. Debat və müzakirə üsullarımız Sokrat dialoqu, akvarium, müzakirə xəritəsi olmaqla bölünürdü. Hər hansısa bir problem qoyulurdu və onun ətrafında müzakirələr aparılırdı.
Sadəcə debatı digər müzakirə üsullarından fərqləndirən nə idi? Üçüncü tərəfi inandırmaq məsələsi. Sinif künclərində şagirdlər mövqelərinə görə müxtəlif künclərə toplaşaraq sonda öz fikirlərini dəyərləndirirdilər. Auksion deməli, cisim və əşyaların xüsusiyyətlərini sadalamağa kömək edən bir üsulumuz idi. Simulyasiya və rollu oyunlar real vəziyyətləri modelləşdirməyə kömək eləyirdi. Simulyasiyanı rollu oyundan fərqləndirən nə idi? Rollu oyunda şagird problemə başqasının gözü ilə, simulyasiyada isə öz gözü ilə baxırdı və 4n1 KH üsulu hadisəni kimlə, harda, nə vaxt, niyə baş verdiyi suallarla anlayaraq problemi daha tez həll etməyə kömək eləyirdi və daha sistemli həll etməyə kömək edirdi. E, Bildiyiniz kimi bundan əvvəlki videomuzda mən sizə design thinking, yəni dizayn düşüncəsi mövzusundan danışdım və qeyd edeyim ki, elə 4n1 KH üsulundan həmin dizayn düşüncəsi hissəsinin problem müəyyənləşdirmə mərhələsində istifadə eləmək mümkündür. Hətta deyərdim ki, bu mərhələ sırf bu üsulun köməyi ilə formalaşır. Refleksiya strategiyaları dedikdə isə şagirdə öyrənmə prosesinə baxmaq, öz fəaliyyətini qiymətləndirmək və nəticə çıxarmaq imkanı verir. Burada əsas məqsəd şagirdin öyrənməsini dərk etməsi və gələcək inkişaf istiqamətini müəyyənləşdirməsidir. Bura 3-2-1, Think-Win, Fryer modeli, nə olardı əgər, mən kiməm, qızıl dairə, əşyaların qeyri-adi istifadəsi, cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması, daha sonra insident üzərində iş üsulunu daxil etmək olar. 3-2-1 bilirik ki, şagird öyrəndiyi 3 məqamı, ona maraqlı gələn 2 məqamı və hələ də cavab tapa bilmədiyi bir sualı qeyd edərək refleksiya edir. Müəllimə nəyi yenidən keçməli olduğunu açıb göstərən bir üsuldur. Sinkveyin beşlik deməkdir. Yaradıcılıqla ifadə etməyə kömək edirdi anlayışları. Lakonik şəkildə fikri ifadə etməyə kömək edirdi. Fryer modeli anlayışın tərifi, xüsusiyyətləri, nümunə və qeyri-nümunələrini yazaraq lüğət ehtiyatımızın zənginləşməsinə kömək edirdi. Nə olardı əgər alternativ ssenarilər üzərində düşünməyimizə kömək edirdi. Mən kiməm? Əyləncəli yolla rola girərək şəxsiyyət və yaxud da hər hansısa bir anlayışı müəyyənləşdirməyə kömək edirdi. Qızıl dairə why, how, what, yəni nə üçün, necə və nə suallarına cavab verərək məqsəd, proses və nəticə əlaqəsini düşünməyimizə kömək eləyirdi. 4n1 KH kimi bu üsuldan da biz deməli problem müəyyənləşdirməsində istifadə eləyə bilərdik. Əşyaların qeyri-adi istifadəsi yaradıcı düşünməni stimullaşdırırdı. Eyni zamanda cisim və hadisələrə müxtəlif baxışda yaradıcı təfəkkürü inkişaf etdirərək çox perspektivli təfəkkürü inkişaf elətdirməyə kömək eləyirdi. İnsident üzərində iş isə real situasiyanı analiz etmək və nəticə çıxarmağa kömək eləyirdi. Təlimdə bu cür müxtəlif strategiya və texnikaları tətbiq edərək dərsi maraqla və fəal öyrənməyə çevirər, şagirdlərdə yaradıcı, analitik və sosial bacarıqları inkişaf elətdirə bilərik. Eyni zamanda bu üsullar müəllimə fərqli öyrənmə tərzlərinə uyğunlaşmaq imkanını da yaratmağa kömək eləyəcək. İndi isə gəlin keçək bu ilin yeni üsulu olan SWOT analizi haqqında danışaq. Ümumiyyətlə SWOT analizi bir şəxs, təşkilat və ya layihənin güclü və zəif tərəflərini, eləcə də onu əhatə edən imkanlar və təhdidləri analiz etmək üçün istifadə olunan analitik bir strategiyadır və bu üsulla bağlı mən sizə qısa tarixi haqqında da danışmaq istərdim. SWOT analizi 20-ci əsrin ortalarına 1960-cı illərə təsadüf edir onun yaranması. İlk dəfə bu anlayışı Albert Humphrey adlı Amerikalı tədqiqatçı işləyib hazırlayıb. O Stanford Universitetində aparılan bir layihə çərçivəsində müxtəlif şirkətlərin niyə uğur qazandığını və ya uğursuz olduğunu araşdırırdı və bu araşdırma zamanı təşkilatların planlaşdırmada 4 əsas faktora diqqət etdiyini müşahidə elədi. Bunlar strengths, yəni güclü tərəflər, weaknesses, zəif tərəflər, opportunities, imkanlar və threats, təhlükələrdir və beləliklə bu başlıqları birləşdirərək SWOT modelini
yaratdı. Əvvəlcə SWOT yalnız biznes və idarəetmə sahəsində istifadə olunmağa başlandı, amma şirkətlər bu modeldən istifadə edərək bazar vəziyyətini təhlil edirdilər, qərarlar qəbul edirdilər və gələcək strategiyaları müəyyənləşdirirdilər. Zamanla bu metod çox universal və sadə olduğu aşkarlanır və 1980-90-cı illərdə SWOT analizi təlim və pedaqoji planlaşdırma, həmçinin şəxsi inkişaf sahələrinə də keçir. Müəllimlər və təlimçilər SWOT-u öz dərs planlarına qiymətləndirmək, şagirdlərin güclü və zəif tərəflərini anlamaq və gələcək fəaliyyət strategiyasını formalaşdırmaq üçün tətbiq etməyə başlayırlar. Müasir dövrdə bu gün SWOT analizi yalnız biznesdə yox, həm təhsildə, psixologiyada, liderlik inkişafında, karyera planlaşdırmasında istifadə olunmağa başladı. Məsələn, müəllim dərs metodlarını, şagird isə öz öyrənmə bacarıqlarını SWOT vasitəsilə çox rahat bir formada təhlil eləyə bilər və buna görə də həm refleksiya, həm də analitik düşünmə strategiyası kimi SWOT çox dəyərli bir vasitəyə çevrilmiş olar. Deməli, Albert Humrey'in 60 il əvvəl yaratdığı bu sadə amma güclü model bu gün dünya miqyasında tədris və qərarvermə prosesinin vacib bir hissəsidir və bu bizə göstərir ki, SWOT hər bir güc, zəiflik, hər bir imkan və təhdid düzgün analiz olunarsa, inkişaf üçün böyük bir potensiala çevrilə bilər. Və ətraflı şəkildə gəlin biz indi SWOT-u deməli nəzərdən keçirək və SWOT-la bağlı müəyyən nümunələr qeyd edək. Qeyd edeyim ki, SWOT bir daha qeyd edirəm ki, həm müəllim, həm də şagirdlər tərəfindən istifadə oluna bilər və SWOT-un əsas məqsədi obyektiv qiymətləndirmə aparmaq, reallığa əsaslanan strategiyalar qurmaq və aydın şəkildə problemi və potensialı göstərməyə kömək eləyir. Və həm müəllim, həm şagird bu üsulu istifadə edərək dərs mövzusuna aid bilikləri və çətinlikləri müəyyən edir, öz öyrənmə bacarıqlarını təhlil edir və komanda işində və layihələrdə qərar vermək bacarığını inkişaf elətdirir. Bunun strukturunda S və V, yəni güclü tərəflər və zəif tərəflər daxili amillərlə, imkanlar və təhdidlər isə xarici amillərlə bağlıdır. Biz güclü tərəfləri müəyyənləşdirmək üçün mən hansı sahədə yaxşıyam, hansı bacarıqlarım güclüdür, mənim üstün cəhətlərim nələrdir tipli suallar verərək ortalığa çıxarda bilərik. Zəif tərəflərdə hansı sahələrdə çətinlik çəkirəm, hansı bacarıqlarım zəifdir, mənə mane olan vərdişlər nələrdir suallarını verə bilərik. İmkanlar hissəsində hansı fürsətdən yararlana bilərəm, məni dəstəkləyən mühit, resurs, insanlar kimlərdir, yəni imkanlar nələrdir. Təhdidlər hissəsində isə hansı xarici amillər mənim uğuruma mane olur, rəqabət, zaman, mühit və ya resurs çatışmazlığı varmı, mən nədən ehtiyat etməliyəm tipli suallar verərək biz bu deməli anlayışları inkişaf etdirə bilərik. SWOT analizi təlimdə və şəxsi inkişafda özümüzü tanımağımıza, məqsəd müəyyənləşdirməyimiz üçün faydalı üsuldur. Buna görə də həm analitik, həm də reflektiv strategiyalara biz bunu aid eləyə bilərik. Çünki həm düşünməni, həm də özünü dərk etmə bacarıqlarını özündə birləşdirir. SWOT-la bağlı gəlin bir neçə nümunə deyək. Məsələn, deyək ki, mövzumuz mənim öyrənmə bacarıqlarımdır və burada güclü tərəfi müəyyənləşdirirəm ki, məsələn, məsuliyyətliyəm, tapşırıqları vaxtında yerinə yetirirəm, məlumatı tez qavrayıram, yadda saxlayıram, komanda ilə işləməyi sevirəm. Zəif tərəflərim isə bəzən diqqətim asan yayınır, çətin tapşırıqlarda motivasiyamı itirirəm və vaxt bölgüsündə çətinlik çəkirəm. Daha sonra mən buradan imkanlarımı qeyd edirəm ki, yeni dərslik və onlayn platformalardan yararlana bilərəm, müəllimlər dəstəyi ala bilərəm, komanda layihələrində iştirak edə bilərəm və təhlükələrim isə sosial mediada çox vaxt keçirirəm, qrupdakı rəqabət bəzən motivasiyamı azaldır və zaman məhdudiyyəti və imtahan stresi mənə mane olur. Və bundan belə nəticə çıxarıram ki, yəni bu analiz mənə göstərir ki, öyrənmə bacarıqlarımı inkişaf etdirmək üçün vaxt idarəçiliyinə və motivasiyaya daha çox diqqət yetirməliyəm və güclü tərəflərimdən istifadə edib zəifliklərimi də azalda bilərəm. Və yaxud da deyək ki, məktəbdə ekoloji maarifləndirmə layihəsi ilə bağlı bir mövzuda SWOT analizi necə apara bilərik? Burada güclü tərəfləri müəyyənləşdirə bilərik ki, məktəbin şagirdləri və müəllimləri layihəyə maraqlıdırlar. Məktəbdə
ekoloji dərnək və fəal könüllülər qrupu var. Yerli icma və valideynlər dəstəkləyirlər. Zəif tərəf olaraq çıxarda bilərik ki, layihə üçün maliyyə və texniki resurs azdır, təcrübəli rəhbərlik komandası yoxdur, bəzi şagirdlərdə davamlılıq motivasiyası zəifdir. İmkanlarımız qrant layihələr əldə edə bilərik, bələdiyyə dəstəyi əldə edə bilərik, sosial mediada layihəmizi tanıda bilərik, digər məktəblərlə əməkdaşlıq edə bilərik. Təhlükəlilərimiz isə hava və tədris cədvələ uyğun deyil, sponsorlar maraq göstərmir və uşaqların dərs yüklənməsi səbəbindən az iştirak etmək məcburiyyətində qalırlar. Layihənin uğuru üçün maliyyə və rəhbərlik bacarıqlarının gücləndirilməsinin vacib olduğunu bu nümunədən ortalığa çıxararaq əməkdaşlıq və sosial dəstək imkanları layihələrindən istifadə edə bilərik. Və bu da olur bizim SWOT analizimiz. Yəni SWOT analizi həm daxili amilləri, həm də xarici amilləri aydın şəkildə üzə çıxartmağa kömək edən bir üsuldur. SWOT analizi bizə düşünmək, plan qurmaq və düzgün qərar vermək bacarığı qazandırır. Bu üsul təkcə dərslərdə yox, həyatın bütün sahələrində istifadə olunur və hər birimiz SWOT analizindən istifadə etməklə güclü tərəflərimizi dəyərləndirib, zəiflərimizi belə deyək, inkişaf fürsətinə çevirə bilərik. Ümid eləyirəm ki, bu analiz sizin üçün maraqlı oldu və əslində çox asan bir belə deyək üsuldur. Mənə elə gəlir ki, çətin deyil və bundan istifadə eləyərək uşaqlarda özgüvən formalaşdıra bilərik. Onların güclü tərəflərini inkişaf elətdirə bilərik. Bu üsul sadəcə bir cədvəl deyil, yəni adi bir cədvəl deyil. Bu üsul düşünməyimizə, plan aparmamıza, özümüzü inkişaf elətdirməyimiz üçün güclü bir alətdir. Həyatda hər addımda qarşımıza çıxan fürsətlər və çətinliklər var bilirik və biz məhz SWOT-dan istifadə edəsək, istifadə etməyi bacarsaq, bu vəziyyətləri daha aydın şəkildə görə bilər, düzgün qərarlar verə bilər və təhdidləri düzgün qiymətləndirərək onları aradan qaldıra bilərik. Və daha aydın şəkildə, daha düzgün şəkildə hədəflərimizə daha inamla çata bilərik. Unutmayaq ki, güclü tərəflərimiz bizim dayaq nöqtəyimiz, zəif tərəflərimiz isə bizim inkişaf yolumuzdur. Əsas olan onları görmək, dəyərləndirmək və hər gün bir addım daha irəliləməkdir. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Öyrənməkdən və özünüzü kəşf etməkdən heç vaxt vaz keçməyin. Gələn videoda görüşənədək sağ olun, özünüzə yaxşı baxın.